Qonşunuz səs-küy salır və siz evdə rahatlıq tapa bilmirsiniz. Bu, bir çox insanın qarşılaşdığı, lakin çox vaxt necə həll ediləcəyini bilmədiyi problemdir. Əslində, bu məsələ qanunvericiliklə tənzimlənir və vətəndaşların rahat istirahət hüququ qorunur. Mövzuya hüquqşünas Roman Qaraşov aydınlıq gətirir. İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən gecə saat 24:00-dan səhər 07:00-dək yaşayış yerlərində məişət səs-küyü, o cümlədən səsli təmir işləri qadağandır. Bu saatlarda aparılan təmir sakinlərin istirahət hüququnu pozduğu üçün şikayət hüququ baxımından keçərli hesab olunur. İkinci məqam səsin səviyyəsidir. Gündüz saatlarında belə əgər təmir zamanı yaranan səs sanitar normaları aşırsa və digər sakinlərin normal yaşayışına ciddi maneə yaradırsa, bu halda da şikayət edilə bilər. Qanunvericiliyə görə qeyd olunan qaydaları pozan fiziki şəxslər 150 manatdan 200 manatadək, vəzifəli şəxslər isə 2000 manatdan 2500 manatadək cərimə edilə bilərlər. Həmin səs-küyün qarşısını alması istiqamətində gördüyü tədbirlər nəticə verməzsə, bu zaman 102 xidmətinə müraciət edərək polis əməkdaşlarının vəziyyəti yoxlaması üçün cəlb oluna bilərlər.